Anakonda suda olduqca çevikdir. Suyun içində adətən görünməz bir ovçudur. Onun əsas silahı gücüdür. Ovunu boğaraq öldürür. Qurbanını isə bədəninə dolayıb sıxaraq nəfəsini kəsir və sonra bütünlükdə udur. Bir meşə təsəvvür edin. Sakitlik, quş səsləri, suluq bir bataqlıq və birdən suyun altından nəhəng bir bədən yavaş-yavaş hərəkət edir. Bu adi bir ilan deyil. Bu planetimizin ən ağır və ən güclü ilanıdır. Yaşıl anakonda. Bugün sizə dünyanın ən böyük və ağır ilanı haqqında elə faktlar təqdim edəcəyik ki, eşidəndə heyrətlənəcəksiniz. Yaşıl anakonda, elmi adı Eunectes murinus. Onlar əsasən Cənubi Amerikanın Amazon meşələrində, xüsusilə də Venezuela, Braziliya, Kolumbiya və Peru ərazisindəki bataqlıq və çaylarda yaşayırlar. Yaşıl anakonda ölçü baxımından həm uzunluqda, həm də çəkidə rekorda imza atır. Orta hesabla 5-6 metr uzunluqda olurlar. Amma qeydə alınmış ən uzun anakonda təxminən 9 metr olub. Çəkilər isə 200 kiloya qədər çata bilir. Bu ilanın belə nəhəng olmasının bir səbəbi də onun yaşadığı mühitdir. Su. Anakonda suda olduqca çevikdir. Quyruğu o qədər sürətli deyil, amma suyun içində adətən görünməz bir ovçudur. Yaşıl anakonda zəhərli deyil. Onun əsas silahı gücüdür. Ovunu boğaraq öldürür. Qurbanını isə bədəninə dolayıb sıxaraq nəfəsini kəsir və sonra bütünlükdə udur. Yemək siyahısı olduqca maraqlıdır. Balıqlar, su quşları, kapibaralar, kayman timsahlar və bəzən cəngəllik donuzları. Bəli, bəzən o qədər böyük qurbanlar udurlar ki, hətta bir neçə həftə, bəzən aylarca ac qalır. Anakondanın çənə quruluşu xüsusi elastikliyə malikdir. Bu da ona öz başından daha böyük ovları belə udmağa imkan verir. Anakonda təkcə böyüklüyü ilə deyil, gücü ilə də heyrətamizdir. Bədəndəki əzəllər o qədər güclüdür ki, orta ölçülü bir timsahı dəqiqələr içində hərəkətsiz hala sala bilər. Onların dərisi yaşıl və qara ləkələrlə örtülüdür. Bu isə ona bataqlıqda mükəmməl kamuflyaj, yəni gizlənmək imkanı verir. Əlavə olaraq, anakondalar çox vaxt suda yaşadıqları üçün yalnız burun dəliklərini suyun üstündə saxlayaraq nəfəs alırlar. Qalan bədən isə suyun altında tamamilə görünməz olur. Dişi anakondalar erkəklərdən həm daha böyük, həm də daha güclüdür. Çoxalma mövsümündə bir dişi ətrafında bir neçə erkək cəlb edir və bəzən onlarla birlikdə suyun altında günlərlə qalır. Dişi anakonda bir dəfəlik 30-40 balaya qədər doğa bilər. Maraqlısı odur ki, anakondalar yumurta qoymur, balalar diri doğur. Ən diqqət çəkən faktlardan biri isə odur ki, bəzi hallarda dişi anakondalar daha kiçik erkəkləri yeyə bilər. Bu təbiətdə cinsi yamyamlıq adlanır və anakondalarda nadir də olsa müşahidə olunub. Yaşıl anakonda həm qorxulu, həm də möhtəşəm bir canlıdır. Təbiətin ona verdiyi ölçü, güc və kamuflyaj bacarığı ilə o tam bir ov ustasıdır. Anakondalar insanları adətən ov kimi görmürlər və hücumlar çox nadirdir. Onlar yalnız özlərini təhlükədə hiss etdikdə müdafiə olunurlar. Və siz belə bir canlı ilə təbiətdə üz-üzə gəlsəniz nə edərdiniz? Rəydə fikirlərinizi yazın. Videonu bəyəndinizsə like etməyi və abunə olmağı unutmayın.